Sumqayıt Sənaye Parkı sənayeleşmə prosesinin əsas ünvanlarından biri olaraq fəaliyyətini genişləndirir. Prezident İlham Əliyevin iştirakı ilə burada ardıcıl olaraq yeni istehsal müəssisələri açılıb, həmçinin yeni layihələrə start verilib. Prezidentin izi ilə layihəsi çərçivəsində bugün Sumqayıt Sənaye Parkındayıq. Prezident İlham Əliyevin iştirakı ilə güzgü vərəqələri istehsal edən yeni zavod istifadəyə verildi. Bu müəssisə həm daxili bazara, həm də ixrac yönümlü istehsala hesablanıb. Zavodda ildə 900 min kvadrat metr məhsul istehsalı nəzərdə tutulur. Müəssisə Çin texnologiyası əsasında qurulub və burada 30 nəfər daimi işlə təmin edilib. İstehsal olunan məhsulların həm ölkə daxilində satışı, həm də ixracı planlaşdırılır. Güzgü vərəqələri zavodu inşa olmamışdan öncə ölkəmizə xaricdən Rusiya, Çin, Türkiyə, İran kimi ölkələrdən güzgü ixal olunurdu. Müəssisə açılışından sonra istehsalımız olduqdan sonra artıq bunların qarşısı alınmışdır. Bizim istehsal elədiyimiz güzgü vərəqələri ölkəmizin tələbatın qarşılamaqla yanaşı xarici ölkələrdə istehsal nəzərdə tutulur. Artıq bir çox xarici ölkələrlə təklif və razılaşmalarımız olmuşdur. Yaxın vaxtlarda ixracımız nəzərdə tutulur. Azermirror MMC-nin investisiya məbləği 6 milyon 130 min manat təşkil edir. İdxal etdiyimiz məhsullara dövlət tərəfindən 600 min manata yaxın güzəşt tətbiq edilmişdir. Gələcəkdə tələbatın artması ilə əlaqədar 2 növbəli iş qrafikinə müəssisə keçəcəkdir. Bununla da əlavə iş yerlərinin yaradılması, 30 əlavə iş yerlərinin yaradılması olacaqdır. Sumqayıt Sənaye Parkında hazırda onlarla rezident fəaliyyət göstərir. Burada yaradılan müəssisələr yeni iş yerlərinin açılmasına, qeyri-neft sektorunun inkişafına və ixrac imkanlarının genişlənməsinə töhfə verir. Sumqayıt Sənaye Parkında daha bir istehsal müəssisəsi istifadəyə verildi. Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan zavod, karton və qutu taraları istehsal edəcək. Bu layihə sənayeleşmə prosesinə növbəti töhfədir. Eyni zamanda əhalinin məşğulluğunun artırılması istiqamətində də əhəmiyyətli rola malikdir. Zavodda ildə 55 milyon kvadrat metr karton və qutu tarası istehsal olunacaq. Layihə mərhələli şəkildə həyata keçiriləcək və məhsulların ixracı da nəzərdə tutulur. Müəssisədə 60-dan çox daimi iş yeri yaradılıb. Müəssisənin əsas fəaliyyət növü karton, kağızın istehsalı və onların qutuya çevrilməsindən ibarətdir. Müəssisənin illik istehsal gücü 55 milyon kvadrat metrdir. Müəssisədə 64 daimi iş yeri vardır. Müəssisənin əsas fəaliyyət növü kağız istehsalı olmağına baxmayaraq, bizim xam mal olaraq qonşu ölkələrdən asılacağımız var. İlkin xam malı biz Rusiya Federasiyasından və Gürcüstan Respublikasından Azərbaycana ithal edirik. Ona görə möhtərəm prezidentimiz dəstəyi ilə növbəti torpaq sahəsi ayrılmışdır ki, Rusiyadan, qonşu ölkələrdən asılacağı aradan qaldırmaq üçün ilkin kağızın emalı fabriki burada qurulsun və ixracat daha da genişləndirilsin. Səfər çərçivəsində daha bir istehsal müəssisəsinin də təməli qoyulub. Nun məhdud məsuliyyətli cəmiyyətinə məxsus olacaq zavodda polipropilen və laminatlı kisələr istehsal ediləcək. Müəssisənin fəaliyyəti nəticəsində 140 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
tikintimiz 1 hektarda bu ərazidə olacaq. Layihə çərçivəsində illik 1440 ton polipropilen kisə və 1680 ton laminatlı kisə istehsalı planlaşdırılır. Məqsədimiz daxili bazarı tələbatını təmin etməkdir. Alman texnologiyasından istifadə olunacaq. Qeyd edək ki, həyata keçirilən bu layihələr ölkədə sənayenin inkişafına, yeni iş yerlərinin açılmasına və qeyri-neft sektorunun güclənməsinə xidmət edir. Rahim Əkramoğlu, Tərlan İbrahimova, Həsən Məmmədov, Zaur Həsənov, NTV Xəbər, Sumqayıt.